Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyişi verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Quran-ı Kərim Allahın bəşəriyyətə göndərdiyi əbədi nur və insana haqq yola yönəldən ilahi rəhbərdir. Lakin bu nuru, ilahi rəhbəri doğru anlamaq üçün təkcə oxumaq kifayət etmir. Çünki Quran-ı Kərimi anlamaq sadə oxunuşdan daha dərindir. Bu isə düşüncə, təfsir və elmi yanaşma tələb edir. Bugünkü verilişimizdə Quran-ı Kərimi doğru anlamağın yollarından danışacaq, təfsir elminin əhəmiyyətini qonağımız Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Kövsər Tağıyev ilə birgə müzakirə edəcəyik. Kövsər müəllim, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük, təşəkkür edirəm, sağ olun. Ümid edirəm siz də yaxşısınız. Çox sağ olun, təşəkkür edirik Kövsər müəllim. Quran-ı Kərimdə belə buyurulur: Bu Quran insanlar üçün bəyandır. Kövsər müəllim, Quran-ı Kərim necə bir kitabdır və onu anlamaq üçün təfsirə ehtiyac varmı? Əvvəlcə təşəkkür edirəm maraqlı mövzu qoyduğunuz üçün. Əhəmiyyətli mövzudur, aktual mövzudur və hər zaman öz əhəmiyyətini, aktuallığını qoruyan bir məsələdir. Uca dinimizin başlıca mənbəyi Quran-ı Kərimdir. Allahın buyruqlarından ibarətdir. Ancaq bunu anlamaq həqiqətən elm tələb edir, bilgi tələb edir. Onu anlamağın öz metodları, öz yolları var. Bax, bunları bilmək çox əhəmiyyətlidir. Hər şeydən əvvəl Quran-ı Kərimi tanımaq lazımdır. Biz bir mətni anlamağımız üçün onu tanımalıyıq. Quran-ı Kərimi tanımaq deyəndə birinci bunu bilmək lazımdır. Quran-ı Kərim bir mətin deyil. Quran-ı Kərim xitabdır. İnsanlara xitab. İnsanlara xitabdır, sözlü xitabdır. Həzrət Peyğəmbərin qəlbinə Quran-ı Kərim vəhy edilib, Peyğəmbər bunu şifahi bir şəkildə insanlara çatdırıb. Yazılı mətinlə şifahi mətnin arasında böyük fərqlər var. Siz yazılı bir mətin yazarkən onun qaydasına, qrammatikasına, yazı üslubuna, ifadə üslubuna diqqət edərsiniz. Şifahi mətnin başqa xüsusiyyətləri var. Şifahi sözün başqa xüsusiyyətləri var. Bu bütün dillərə aiddir. Ola bilər ki, məsəl üçün siz Azərbaycan dilində normal danışıqda istifadə etdiyiniz bir çox ifadəni yazılı mətndə istifadə etməzsiniz. Yazılı mətn daha nizamlı bir mətindir. Quran-ı Kərim isə xitabdır. Həzrət Peyğəmbərin qəlbinə vəhiy yolu ilə bildirilib. Həzrət Peyğəmbər onu insanlara təbliğ edib və onu yaşayaraq, həyatında nümunə olaraq göstəribdir. Nəticə itibarilə Quran-ı Kərim tək başına bir mətin olaraq bizə gəlməyib. Həzrət Peyğəmbərin həyatı ilə birlikdə bizim qarşımıza çıxıb. Onun həyatı ilə birlikdə bizə təzahür edib. Birinci bunu anlamaq lazımdır. İkinci tərəfdən bu kitab, əlbəttə ki, biz bayaqlar söhbətin əvvəlində siz də dediniz, mən də vurğuladım. Quran-ı Kərimi bilmək, anlamaq müəyyən biliklər tələb edir. Sual ola bilər ki, məyər Quran-ı Kərim sadəcə bu sahədə biliklilərə mi nazil olub? İxtisas sahiblərinə mi nazil olub? İlahiyyatçılara mı nazil olub? Bu sualın cavabı bu şəkildədir. Əlbəttə Quran-ı Kərim hər kəsə aiddir, hər kəsə göndərilib. Bütün insanlara xitab edir. Bu mənada Quran-ı Kərim əslində asan bir kitabdır. Quran-ı Kərimdə yenə Qəmər surəsində 2 yerdə 17 və 22-ci ayələrdə Əstəuzubillah Ləqəd yəssərnəl Qur'ənə lizzikri fəhəl min muddəkir. Biz bu kitabı, bu Quranı asanlaşdırdıq. Zikr üçün, öyüd götürməyiniz üçün asanlaşdırdıq. Öyüd götürən varmı? Deyə bir xitabdır. Bu ayələrdə təkrarlanır. Quran-ı Kərim həqiqətən asan bir kitabdır. Yəni, onu anlamaq üçün dərin ixtisas biliklərinə ehtiyac yoxdur. Amma nə mənada yoxdur? Baxın, Quran-ı Kərimi oxuyan sıravi bir insan orada Allahın tək olduğunu, bütpərəstliyin yanlış olduğunu, insanların malına əl uzatmağın, haram yeməyin, zina etməyin, oğurluq etməyin yanlış olduğunu, pis olduğunu, haram olduğunu, insanlara əl tutmağın, yaxşılıq etməyin, namazı, orucu, həcci, bunları ümumi mənada, bunların o ilkin formalarını və başlıca prinsiplərini həmin kitabda tapa bilirlər. Yəni orada da izaha ehtiyac yoxdur. Yəni bunların izaha ehtiyac yoxdur. Bəli, Quran-ı Kərimi oxuyan bir adam oğurluğun görəsən yaxşıdır yoxsa pisdir tərəddüdünə düşməz. Tək tanrılıq yaxşıdır, pisdir tərəddüdünə düşməz.
bunlar halaldırmı, haramdırmı mövzusunda tərəddüdə düşməz. Bunlar çox açıqdır. Amma indi başqa bir ayədən söhbət gedir. Əl İmran surəsinin 7-ci ayəsində. Uca Allah buyurur ki, daha dəqiq olması üçün istərsiniz mən sizə ayədən oxuyum. Əl İmran surəsinin 7-ci ayəsində Uca Allah bu kitabın bir hissəsinin möhkəm, bəzi ayələrinin möhkəm, bəzilərinin isə mütəşabih olduğunu deyir. Ayə tam olaraq belədir. Huvəl-ləzi ənzəl aleykumul kitəbə. O sizə kitabı nazil edəndir. Minhu əyətun muhkəmətun. Onda möhkəm ayələr var. Hunnə ummul kitəb. Onlar kitabın özüdür, əsasıdır, anasıdır. Hərfi mənası belədir. Yəni bu kitabın əsas hissəsi, bax bu möhkəm ayələrdəndir. Yəni siz onu oxuduğunuz zaman oradakı başlıca prinsiplər, fikirlər açıq aydın şəkildə bir belə deyək, heç bir savadı olmayan insan üçün də bu aydın olacaq. Savadlı insanda, müxtəlif sahələrdə oxuyan insanlar üçün də, çalışan insanlar üçün də bu ana fikirlər aydın olacaq. Amma digər tərəfi var. Və uxaru mütəşabihət. Ayələrin bir hissəsi mütəşabihatdır. Mütəşabihat nə deməkdir? Təfsir alimləri bunu bu şəkildə izah edirlər. Kəlmənin də mənası budur. O ayəni oxuduğunuz zaman birdən çox mənaya gəlmə ehtimalı var. Bir ayəni oxuyuruq, mənalar bir-birinə bənzəyir. O ayəni bu şəkildə də başa düşə bilərik, o şəkildə də başa düşə bilərik. Və ya bizə qaranlıq qala bilər, dəqiq olmaya bilər. O möhkəm ayələr kimi mənaları bizim üçün açıq, aydın, səlis formada gəlməyə bilər. Bax, bu hissələr mütəşabihlərdir. Və deyir ki, Quran-ı Kərimdə həmin ayənin davamında, bax, məhz bu mütəşabih ayələri üzərində çox dayanıb, insanları bəlkə də dində soyutmamaq üçün, onlara lazımsız məsələləri onların diqqətinə gətirməmək üçün belə bir tənqidi bir fikir də var Quran-ı Kərimdə. Deyilir ki, فَأَمَّا فِي قُلُوبِهِمْ زَيْغٌ Qəlbində xəstəlik olanlar, nifaq olanlar فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ Qəlbində xəstəlik olanlar fitnə arzusuyla və ya onu yozumlamaq arzusuyla həmin o mütəşabih ayələrə yönələrlər. Hansı ki, müəyyən qədər ilk oxunuşda gözə fərqli şəkildə gələn, savadsız insanları çaşdırmaq üçün, məsəl üçün, bəzən görürük ki, bir ayə gətirir, bir ayə misal gətirilir. O ayənin təfsir tarixindəki mənası çox ayandır, bəyandır. Yəni, bütün təfsirçilər onun nə mənaya gəldiyini dəfələrlə, çox rahat bir şəkildə izah ediblər. Amma kütlə ümumi mənada Quran elmlərindən məlumatsız olduğuna görə həmin ayələri istədikləri şəkildə, biraz da spekulativ formada insanların diqqətinə çatdıra bilirlər. O baxımdan Quran-ı Kərim təfsirinə müraciət etmədən, izahına müraciət etmədən bax, həmin ayələri anlamaq mümkün deyil. Mən mütəşabihlə bağlı bir dənə də qısa bir əlavə edim. Deməli, Quran-ı Kərim dedik ki, bir hissəsi, əsas hissəsi möhkəm ayələrdir. Bunlar asandır, hər kəsin başa düşəcəyi. Bir hissəsi mütəşabihdir. Bəs hansı hissəsidir o mütəşabih olan? Mütəşabihlik biraz izafi məsələdir. Yəni, siz dini elmlərdə, biliklərdə, Quran-ı Kərim biliyində, onun nazil olması, nüzul səbəbləri, Quran bütünlüyü, ərəb dili, bax, bunlar sahəsində nə qədər dərinləşsəniz, mütəşabihlik sizin üçün o qədər azalar. Elə ayə ola bilər ki, sıradan bir insan üçün, ilk dəfə Quran-ı Kərim oxuyan adam üçün bu mütəşabih ola bilər. Amma biliklər dərinləşdikcə bu mütəşabihlik azalır. Bu baxımdan müsəlman ümməti belə deyək, Quran-ı Kərimin nüzulunun üzərindən artıq 1400 ildən çox vaxt keçir. İslam dini dünyanın müxtəlif yerlərinə yayılıb, müxtəlif mədəniyyətlər içərisində qaynayıb qarışıb. Halbuki bir sözün deyildiyi məkan çox vacibdir. Bu söz harda deyilib, necə deyilib, kimə xitab, hansı şəraitdə deyilib, hansı məsələ ilə bağlı deyilib. Bax, bunları bilmədən Quran-ı Kərimin doğru, düzgün təfsir etmək olmaz.
və müəyyən təhlükələr də ortaya çıxar. Məsələn, Quran-Kərimin bir ayəsində onları tutduğunuz yerdə öldürün deyilir. Hansı şəraitdə, necə, nə Bu ayə nə zaman deyilibdir? Bu ayə hansı şəraitdə deyilib? Siz sadəcə Quran-Kərimə müraciət etsəniz, desəniz ki, bizim tək mənbəyimiz Qurandır, başqa bizə heç bir şeyə ehtiyac yoxdur, siz o zaman bu ayə ilə əməl etməlisiniz. O ayədə buyurulan insanlarla bütün şəraitlərdə savaşmalısınız. Halbuki bu ayənin nazil olduğu yer var, hansı şəraitdə nazil olub, hansı, bax o belə deyək, münaqişədə olduğu qövmlərlə, dəstələrlə münasibət şəraitində nazil olub. Bu münasibətlərin əvvəlində mi nazil olub, sonrasında mı nazil olub, savaş mühitində mi nazil olub? Bax, bunları bilmədən Quran-Kərimin təfsirini vermək yanlışdır və təhlükəli nəticələr doğura bilər. Kövsər müəllim, sizin sözünüzə qüvvət Qurani-Kərimdə oğurluq edənin əlin kəsin deyirlər. Həzrət Ömərin dövründə olur, biri oğurluq eləyəni gətirirlər, şikayət eləyir ki, rəhbər oğurluq eləyib məndən. Həzrət Ömər onu araşdırır. Deyir, niyə oğurluq etmirsən? Deyir, evimdə səhv etmirəmsə 5 övladım var. Aldığım əmək haqqı ilə mən onu dolandıra bilmirəm, məcburən oğurluq eləmişəm. Həzrət Ömər isə cavabında deyir ki, gələn dəfə oğurluq eləsə rəhbərinə deyir, mən sizin əlinizi kəsəcəm. Sizin sözünüzə qüvvət, indi oxuduğumuz kimi də qəbul edə bilmirik biz bunu. Siz danışdıqca daha bir şey yadıma düşdü. İslam böyüklərindən İmam Qəzali deyir ki, təfsir elmi elmlərin anasıdır. Siz bayaq onu da qeyd elədiniz. Növbət sualımı vermək istəyirəm Kövsər müəllim. Peyğəmbər sallallahu belə buyurur. Mən sizə 2 şey qoyub gedirəm. Bir rəvayətə görə Allahın kitabı və əhl-i beytim, digər rəvayətə görə isə Allahın kitabı və sünnəm. Sualım bundan ibarətdir ki, İslam dininin əsas mənbələri hansılardır və bu dini düzgün şəkildə haradan öyrənməliyik? Bəli. Bu danışdığımız mövzu ilə yenə yaxından əlaqəli bir sualdır. Qismən ona toxunduq. İslam dini haradan öyrənməlidir? İslam dininin başlıca mənbəyi nədir? Daha əvvəldə dediyimiz kimi, din bu şəkildə formalaşır. Uca Allah insanlar arasından bir peyğəmbər seçir. Və bu tarixən bir ənənədir. Peyğəmbərlər seçilib, öz qövmlərinə göndərilib. Və öz ümmətlərinin öz aid olduğu xalqın dili ilə, dilinə uyğun şəkildə peyğəmbər seçib. Yəni, ərəblərin içərisindən ərəb seçib. Məsəl üçün, İngilis seçməyib. Və ya nə bilim, Misirlərin arasından tutaq ki, Misirli seçib və s. Uca Allah Peyğəmbərə vəhyini bildirir. Peyğəmbər o vəhiy əsasında oradan aldığı o qəlbinə doğan, zehninə doğan fikirlə, yönləndirməklə həyatını yaşayır. Və insanlara da həm Quran-Kərimi çatdırır, vəhiyləri çatdırır, həm də nümunə olaraq yaşadığı həyatı nümunə kimi insanlara göstərir. Quran-Kərimin ayələrində buna etiraz edirlər müşriklər, var. Deyirlər ki, gərək onunla bərabər mələk endiriləydi. Peyğəmbərin yanında bir mələk endiriləydi, bizə bir möcüzə gələydi, biz onun Allahdan olduğunu həqiqətən biləydik. Və ya təəccüb edirlər, bu necə Peyğəmbərdir ki, bizlə eyni insan kimi davranır, çarşıda, bazarda dolaşır, nə bilim, öz işləri var, həyat şəraiti var. Yəni, Peyğəmbəri də gözlərində fərqli bir insan kimi təsəvvür edirlər. Allahdan vəhiy gətirən insanın fərqli xüsusiyyətlərə sahib olmasını düşünürlər. Halbuki Peyğəmbər əmin idi, onun ən önəmli xüsusiyyəti bundan ibarət idi. O güvənilən, sözünə etimad edilən bir insan idi. Həzrət Peyğəmbərə vəhiy gəlir, vəhyi insanlara çatdırır. Dinin bu mənada əsası, təməli Quran-Kərimdir və Peyğəmbərin yaşantısıdır. Qeyd etdiyiniz hədis ki var idi, o 2 fərqli rəvayətlə gələn bir rəvayətdə Quran və Əhl-i Beyt itrəti deyir, itrəti, o birisində də sünnəti deyir. Mən əslində bunların ikisini də eyni mənada başa düşürəm. Yəni bunlar bir-birindən fərqli şeylər deyil. Çünki sünnət Peyğəmbərin yaşantısıdır, Əhl-i Beytin yaşantısı da elə Peyğəmbərin sünnəsidir yəni. Nəticə itibarilə yenə eyni yerə çıxır. Yəni Peyğəmbər nümunəliyində yaşanılmış bir həyat forması var. Bu həyat formasını əsas götürüb, buna görə yaşamaqdan söhbət gedir. Bəzən sünnət deyəndə
Bunu bəziləri yanlış anlayır, səhv başa düşürlər. Sünnət hədis demək deyil. Kövsər müəllim, elə mənim hədislə bağlı sualım olacaqdı. İstəyirsiniz o Buyurun. sualı verim, davamını edək. Quran-ı Kərimdə buyurulur: "Əgər bilmirsinizsə, elm əhlindən soruşun." Kövsər müəllim, hədislərə, İslam alimlərinin elmi irsinə və tarixi mənbələrə müraciət etmədən Quran-ı Kərimi doğru şəkildə anlamaq mümkündürmü? Quran-ı Kərimi bu barədə tarixi mənbələrə və hədislərə, yenə hədis məsələsinə da gələcəyik, hədislərə istinad etmədən tam şəkildə anlamaq mümkün deyil. Yəni bir qismən anlayarsınız. Misal verə bilərikmi söhbət əsnasında? Misal verəcəyik. Yəni ona da misal nümunələrini çəkəcəm. İndi bəzi şeylər qeyd eləmişəm. Quran-ı Kərim bir şəraitə nazil olub. Dediyimiz kimi, ərəblərin yaşadığı, Həzrət Peyğəmbərin yaşadığı 6-cı əsrdə bir Qureyş qəbiləsinə nazil olub. Qureyş qəbiləsinə nazil olarkən onların dil üslubu, adət-ənənələri, dilinin xüsusiyyətləri, əvvəlki inanışları, bax bunların hamısını nəzərə alaraq ortaya bir şey çıxıbdır. Bunları bilmədən, məsələn, Quran-ı Kərimdə mən sizə Maidə surəsinin 103-cü ayəsinə nümunə gətirəcəm. Sadə bir nümunə. Maidə surəsinin 103-cü ayəsində belə bir ifadə var. Məsələn, Estağfirullah. Mə cealallahu min bahiratin və la saibatin və la vasilatin və la hamin. Velakinnellezine keferu yefterun alallahi'l kezib. Allah nə bahirə, nə saibə, nə vəsilə, nə də ham deyə bir şey əmr etmişdir, buyurmuşdur. Mə cealallahu ifadəsi nə buyurmuşdur, etmişdir, yaratmışdır. Lakin küfrə dalanlar, küfr edənlər Allaha bu barədə bir yalan isnad edirlər. İndi bu saibə, bahirə, vəsilə, ham, bu kimi ifadələr siz Quran-ı Kərimin başqa heç bir yerinə baxaraq və ya Quran-ı Kərim sadəcə əlimizdə Quran-ı Kərim olsa, bu ayələri başdan sona axtarsaq, bu ayələrin izahına da Quran-ı Kərimdə bir şey tapa bilmərik. Bəs bunu hardan biləcəyik biz? Bu ayələr, buradakı bahirə, saibə, vəsilə, ham nədir? Hardan biləcəyik? Hardan biləcəyik? Ərəblərin adətlərini, xüsusiyyətlərini bilmədən bunları bilmək olmaz. Bu da bizə tarixi mənbələrlə gəlir. Hədisləri bəzən tarixi mənbə kimi qəbul eləmirlər və ya başa düşmürlər. Hədis də əslində bir tarixi mənbədir. Hədis də Peyğəmbərin dövründə yaşadıklarının yazıya keçirilməsidir. Tarixi mənbələr nə qədər etibarlısa, hədislər ondan qat-qat etibarlıdır. Çünki hədislərin nə şəkildə rəvayət olunduğunu, yazıldığını biz bilirik. Orada yəni böyük bir hədis elmi var. Cərh tədil elmi var hədisin içərisində. Hədis ravilərinin süzgəçdən keçirilməsi var. Əlbəttə ki, hədis kitablarında bir çox problemli hədislər var. Bunu heç kim danmır, etiraz etmir buna. Var, bəli, bu kimi rəvayətlər var. Amma ümumilikdə Peyğəmbərin yaşantısından söhbət gedir. Quran-ı Kərimi açıqlayan tək-tək hədislər deyil, Peyğəmbərin ümumi yaşantısıdır. Və Peyğəmbərin ümumi yaşantısı da hədisdən çox-çox dəyərli bir şeydir və böyükdür. Elə bir məsələdir ki, bir dənə ravi ilə bizə gəlib çatmış bir məsələ deyil bu yaşantı. Yəni, hər hansı bir kitabın içərisində, Buxaridə, Küleynidə və ya filan kitabda olan bir hədisdən söhbət getmir. Məsələn, Peyğəmbərin namaz qılması o qədər fərqli kanaldan, fərqli insanlarla gəlib bizə çatıb ki, bu barədə etiraz edəcək bir şeyimiz yoxdur. Hər kəs bunu görüb, hər kəs buna şahid olub. Ona görə mütəvatir gələn sünnə var, yaşanan sünnə, mütəvatir gəlib insanların gözünün qabağında. Məsəl üçün, baş örtüsü. Quran-ı Kərimin ayələrini incələsək, arasına girsək, baş örtüsünü Quran-ı Kərimdən tam mənada çıxartmaq çətindir. Çıxarda da bilərsiniz, çıxartmaya da bilərsiniz. Amma yanaşmalarda ixtilaf yarana bilər. Biraz izah verəriksə? Yanaşmalarda ixtilaf yarana bilər. Məsələn, ayələrdə örtülərinizi, cilbablarınızı yaxalarınıza qədər çəkin ifadələri var. Bu ifadələr bəziləri tərəfindən xüsusilə müasir yanaşmaçılar, üstəlik belə deyək də, sadəcə Quran-ı Kərimi əsas mənbə kimi götürənlər tərəfindən bu ayələrin zahirinə baxanda tam olaraq bugünkü mənada bir örtünmənin olmadığını iddia edirlər.
Amma əslində başörtüsü sadəcə Qurani-Kərimdə deyil, eyni zamanda dinin bütün əmrləri, mən nümunə olaraq başörtüsünü, hicab məsələsini gətirirəm. Qurani-Kərimin və İslam dininin əksər hökmləri bax, Peyğəmbərin yaşantısındakı o nümunəviliklə bizə gəlib çatır. Sadəcə Qurani-Kərimlə deyil, o nümunəviliklə bərabər. Həcc Qurani-Kərimdə bir neçə ayədə var yəni. Açıq-aşkar göstərir. Yəni buyurur ki, Estağfirullah, "Velillahi alan-nasi hiccul beyti men istata'a ilayhi sabila." Gücü yetənlərin həccə getməsi Allahın insanlar üzərindəki bir haqqıdır. Yenə orada məsəl üçün həccin başqa rükunlarından söhbət açılır. Məsələn, Səfa və Mərvə Allahın nişanələrindəndir deyilir. Amma həccin bütün ritualları, ibadətləri, bunlar bizə hansı yollarla gəlib? Bax, ildə milyonlarla insan həcc edir. Bu həcc edərkən hansı qaydaya əsaslanırlar? Nəsildən nəsilə Peyğəmbərdən ötürülüb bugünə qədər gələn o yaşayan sünnət ki var, ona əsaslanırlar. Bəziləri hədis deyəndə təəssüf ki, hədis kitablarının içərisində keçən, nə bilim, dəvə sidiyi yada düşür. Kimin ağlına bu gəlir? Çox təəssüflər olsun, onlardan istifadə edirlər. Bunlardan istifadə edirlər. Kimin yadına gəlir, məsəl üçün, Peyğəmbərin evlilik məsələsi. Və buna əsaslanaraq bütün hədis rəvayətini, hədis külliyyatını rədd etməyə gedirlər və belə deyək, Qurançılıq, sadəcə Qurana yönəlmə, hədis rəvayətlərini tərk etmə fikri də biraz bu kimi fikirlərdən ortaya çıxdı. İnşallah əgər fürsətimiz olarsa, digər sualımızda elə ondan bu ətrafda danışarıq yenə də. Kövsər müəllim, siz danışırsınız Qurani-Kərim, Peyğəmbərimizin yaşantısı. Bir gün Həzrət Ayşə anamızdan Peyğəmbərimizin əxlaqı ilə bağlı soruşurlar. Həzrət Ayşə anamız deyir ki, siz Quran oxumadınızmı? Allah bizə Peyğəmbər əxlaqından nəsiblənməyi nəsib etsin, o həyatı yaşamağı bizlərə nəsib etsin. Qurani-Kərim xəbərdarlıq edir ki, ayələrimizi təhrif edənlərə çox şiddətli bir əzab vardır. Kövsər müəllim, bəzi şəxslər iddia edirlər ki, Qurani-Kərimi anlamaq üçün hədislərə, İslam alimlərinin araşdırmalarına və bəzi tarixi mənbələrə ehtiyac yoxdur. Bu düşüncənin İslam dininə və cəmiyyətə təsirləri nə ola bilər? Bu özü-özlüyündə müəyyən problemləri əlbəttə ki, gətirir. Qurani-Kərimin yetərli olduğuna dair görüşlər zaman-zaman ortaya çıxır. Belə bir analogiya aparmaq mənə elə gəlir ki, yanlış olmaz. Bunu insanların da diqqətinə çatdırmaqda fayda var. Məsələn, bütün cəmiyyətlər müəyyən qanunlarla idarə olunur. Və müasir dövlətlərdə başlıca qanuni mətin nədir? Konstitusiyadır. Bütün cəmiyyətlərin qəbul elədikləri ortaq bir konstitusiya var. Necə ki, bizim də konstitusiyamız var, Azərbaycanın da bir konstitusiyası var. Biz axtarsaq, yol hərəkət qaydaları ilə bağlı konstitusiya nəsə tapa bilərik? Xeyr. Mümkün deyil. Və ya müxtəlif sahələrdə, məsələn, konstitusiyamızda etiqad azadlığı, dini seçim azadlığı ilə bağlı maddələr var. Bəli var. Amma eyni zamanda bununla yanaşı böyük bir dini etiqad haqqında, dini etiqad azadlığı haqqında qanun var. Yəni bütün bu sfera hamısı həmin qanunla tənzimlənir. Eyni zamanda dediyim kimi, insan haqlarına dair müxtəlif məsələlər var, ədalətlə bağlı başlıca prinsiplər var, amma onunla bağlı əsasnamələr var, qanunlar var. O anayasanı, konstitusiyanı bax bu şəkildə əhatə edən, ona uyğun olan müxtəlif qanunlar var. Biz cəmiyyət həyatını bu qanunlarsız təsəvvür edə bilmərik. Onlar olmadan bizim həyat tərzimiz çox ixtilaflı olar. Müxtəlif, məsələn, konstitusiyanın maddələrindən müxtəlif mənalar çıxarda bilərik. Hər kəs öz istədiyi kimi onu şərh eləyə bilər. Və nəticədə nə olar? Xaos yaranır. Hər kəs bir məna verər. Bax, Qurani-Kərim və hədislər, təfsir mənbələri, tarixi mənbələr, bunlara münasibətdə, Qurani-Kərimə münasibətdə bunların yeri də məhz o konstitusiyaya münasibətdə digər qanunların yeri kimidir. Yəni, əgər biz ayağımızı sabit bir yerlərə basmasaq, bütün İslam ümmətinin, alimlərin 1400 ildir üzərində ittifaq etdiyi məsələlər barəsində
durub yenidən bir icad çıxartmaq kimi yeni fikirlər ortaya atsa və bunu da bir nəfər deyil, çox adam eləsə, hər özü üçün bir dənə din yarada bilər, hər özü üçün bir məzhəb yarada bilər, hər özü üçün bir yol yarada bilər. Çünki Quran-Kərim ayələri müstəqil götürdükdə tək başına bəzi ayələrindən söhbət gedir, müxtəlif mənalara gələ bilər. Nəzərə almaq lazımdır ki, Quran-Kərimin nazil olduğu şəraitdə bu xitabın müxatabları onu anlamaqda bizim qədər dezavantajlı deyildilər. Onlar daha yaxşı başa düşürdülər onu. Çünki söhbətin kimdən getdiyini bilirdilər. Bəzən hadisə gözlərinin qarşısında olurdu, Peyğəmbərimizə ayə inirdi. Bəli. Məsəl üçün bir qrupu bir ayə tənqid edir. Məsəl üçün deyilir ki, bu qrupa, məsələn, filan kəslərə nə olub ki, belə-belə edirlər. Bu əməli edirlər. Və ya filan işləri edən insanlardan olmayın deyilir. O müxatablar söhbətin kimdən getdiyini çox gözəl bilirdilər. Amma biz açıb Quranı, sadəcə Quran-Kərimi açsaq, orada söhbətin kimdən getdiyini ilk baxışda anlaya bilmərik yəni. Quran bütünlüyü içərisində baxmaq lazımdır. Mənbələr, tarixi mənbə, yəni hədis tarixi mənbədir. Peyğəmbərin sünnəsinə baxmaq lazımdır, təfsir əsərlərinə baxmaq lazımdır. Bu şəkildə anlamaq lazımdır. Belə bir tarixdə belə bir hadisə var. Məlumdur ki, Xəvaric adında bir qrup ortaya çıxır. Onlar hökm yalnız Allahındır deyib məşhur Cəməl hadisəsində deməli hakimlərin hadisəni müəyyənləşdirməsinə, razılaşdırmasına qarşı çıxaraq Həzrət Əliyə bir baxımdan qarşı çıxırlar ki, yəni Allahın hökmü bir tərəfdə qaldı, insanlar hökm verdilər məsələn sözdə. Buradan ortaya çıxan bir xəvaric hərəkatı var. Hökm yalnız Allahındır deyə şüarlar da bundan ibarət idi. Bunları bir müddət başa salmaq, doğru yola gətirmək, İslam cəmiyyətindən, qrupundan ayrılmamaq üçün müsəlmanlar bunlara təşviqlər edirlər. Eyni zamanda Həzrət Əli də öz dövründə bunlara doğru yola çağırmağa çalışır. Və rəvayət budur ki, İbn Abbası bunlara göndərir. Müəyyən debatlar, onların dəlillərini dinləyib onlara cavab vermək barəsində İbn Abbası onlara göndərir ki, onlar razıdır. Orada Həzrət Əlinin İbn Abbasa dediyi söz çox tarixi bir sözdür. Bu mənada bizim mövzumuzla əlaqəli. Deyir ki, onlarla Quranla höccətləşmə deyir. Onlar da Peyğəmbərin sünnəsi ilə höccətləşir. Yəni Peyğəmbərin yaşantısı bizim üçün şeydir, əsas sütundur. Quran-Kərimin Peyğəmbərin o yaşantısını çəkdiyimiz zaman Quran-Kərim ayələrinin bir hissəsi müxtəlif şəkillərdə yozumlanmağa müsaitdir. Amma Peyğəmbərin yaşantısı ilə bərabər buna baxdıqda o artıq sabitləşir və biz onu o şəkildə anlayırıq. Bu işin bir tərəfi, digər tərəfdən Quran-Kərim bir mühitə nazil olub, yenə deyirik. O nazil olduğu mühitdə nə məna ifadə edibsə, ilk nazil olduğu anda hansı mənanı nəzərdə tutubsa, əsas məna odur. Biz onu tapıb təsbit edib çıxartmalıyıq. Bax, o tapıb təsbit edib çıxartmaq da məhz ixtisas işidir. Ərəb dilini bilmək lazımdır. Ərəb dilinin dil xüsusiyyətlərini yaxşı şəkildə bilmək lazımdır. Quran-Kərimin nüzul səbəblərini yaxşı bilmək lazımdır. Həminki tarixi bilmək lazımdır. Həminki tarixi bilmək lazımdır. Ərəblərin adətlərini, alışqanlıqlarını, yaşadıkları həyatı, nə baş verib, Peyğəmbərin başına nə gəlib, Peyğəmbər kimlə mübarizə aparıb, Mədinədə kimlər yaşayırdı, Məkkədə kimlər yaşayırdı, bunların dərdi nə idi? Bax, bunları bilmədən Quran-Kərim ayəsinə belə sanki havada bir mətinmiş kimi izah vermək bir çox yanlış mənaların ortaya çıxmasına səbəb ola bilər. Dini kökündən təhrif edər. Bunu hər hansı bir kitab haqqında da deyə bilər. Yəni, necə ki, bir zamanlar xristianlıqda əsas dini mənbələr, bilirsiniz, İncil nədir? Həzrət İsa'nın bir baxma yaşantısıdır. Onun dediyi sözlərdir. Bunların bir araya gəlməsidir. İlkin eniş forması ilə. Bəli. Məsələn, bu xristian təlimlərində də Avropada da müəyyən zamanlarda özünü göstəribdir. Bizə sadəcə kitab yetər, başqa mənbəyə, kilsənin yorumuna ehtiyac yoxdur. Əlbəttə ki, İslam dünyasında, İslam ənənəsində
kilsə kimi bir qurum yoxdur. Heç kim Quran-ı Kərimin yozumunu monopoliya almayıbdır. Heç kimin təkəlində deyil Quran-ı Kərimin yozumu. Yəni biz bunu deməklə onu demək istəmirik ki, siz mütləq ilahiyyatçılara müraciət eləməlisiniz, mütləq bilən insana müraciət eləməlisiniz. Və araşdırdığınız zaman da gedib məhz ilahiyyatçıların araşdırdığı kimi araşdırmalısınız. Yoxsa burada bizim belə bir marağımız yoxdur ki, hər kəs bizim sözümüzə inansın, başqa sözə inanmasın. Belə sizin sözünüzə qüvvət Quran-ı Kərim özü deyir ki, bilənlərlə bilməyənlər eyni ola bilməz. Bilənlərlə bilməyənlər eyni ola bilməz. Yəni hamımızın ortaq bir nöqtədə görüşə bilməyimiz üçün obyektiv ölçülə bilən meyarlara ehtiyacımız var. Bu meyarları da təfsir elmi ortaya qoyur. Bunlara riayət etmədən, bunlara məhəl qoymadan Quran-ı Kərimi anlamaq, onun əsas müddialarını anlayıb, onu dövrümüzə gətirmək, dövrün şərtlərinə uyğun şəkildə izah vermək mümkün deyil deyə qısaca xülasə edə bilərik. Kövsər müəllim, verilişimizə gəldiyiniz üçün sizə təşəkkür edirik. Suallara ətraflı, geniş bir şəkildə, hər kəsin başa düşəcəyi bir tərzdə cavab verdiyiniz üçün İslam Deyişi kollektivi adından bir daha sizə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun. Mən təşəkkür edirəm, uğurlar arzulayıram. Təşəkkürlər, çox sağ olun. Quran-ı Kərim susmaz, danışar. Amma onu eşidən qulaq isə haqqı dərk edən bir qəlbdir. Təfsir bu eşitməyi öyrədir. Onsuz hər kəs öz səsini Qurana yükləyər. Amma Allahın nə dediyini bilməz. Gəlin Quran-ı Kərimi öz sözümüzlə deyil, Allahın istədiyi kimi doğru anlayaq. Allaha əmanət olun.